Anar müəllim, təşəkkür edirəm. Anar müəllim Şəmkirdən məhz Sumqayıta qanun və icra verilişinə qədər gəlib çıxıb xoş gəlmisiniz bizim şəhərimizə, əziz qonağımızsınız. Buyurun, sizin icraatınızda olan bir cür işlər bilirəm ki, daha çoxdur. Bir balaca bizim oxucularımıza, tamaşaçılarımıza bu məlumatı verin, yenə sizə bir sualım olacaqdır. Deməli, Yeganə xanım, il ərzin 2025-ci ilin yanvar ayından bugüne qədər icraatıma 54 iş daxil olmuşdur. Onlardan 53'ü ailə mübahisələrindən bağlı, bir müraciət isə əmək mübahisəsindən bağlı olmuşdur. Əvvəlki dövrə nəzər salsaq, indi hal-hazırda artıq vətəndaşlarımız düzdür, əmək və ailə mübahisələri məcburi olsa da könüllü olaraq mediasiyaya müraciət edirlər. Bu da o deməkdir ki, artıq Bakı şəhəri istisna olmaqla digər regionlarda da təşkilatlanma, istər təşkilat ofisləri, istər təşkilat olmayan rayonlarda olan mediasiya ofisləri lazımi şəraitlə təmin olunmuşdur. Müraciətlər daxil olduqda artıq vətəndaşlar inamla mediatora müraciət edirlər, müzakirələrdə aktiv iştirak edirlər və nəticədə onlar arasında aylarla, illərlə sürən münaqişələr barışıq sazişi ilə yekunlaşır. Bəs neyiniyək ki, bax bu cinayətlərin qurbanı olmayaq? Cinayətlər deyəndə bizdə təbii ki, cinayət işləri yoxdur. Ancaq ailə əmək mübahisələrindən bağlı məcburi, kommersiya, inzibati və mülki işlərlə bağlı könüllü mediasiya var. İnsanlar aktiv iştirak edəndə, müzakirələrə qoşulanda bəzi münaqişələrin qarşısını əksər hallarda almaq olur. Təşəkkürlər. Sağ olun, siz sağ olun. Hər birinizə öz təşəkkürümü bildirirəm. Az sonra mütləq izləyin. Hər həftənin şənbə günü saat 15:00-da Dünya TV-nin canlı efirində qanun və icra proqramını mütləq izləyin.